Yallah 13 fevral 2025-ci il Cəbəli Nur, Nur dağı, İran mağarası. Allah hər birinizə nəsib eləsin inşallah. Baxın, insanlar necə də mağaraya doğru hərəkət edirlər. Allah qismət eləsin hər birinizə. Biz də gəlmişik qrupumuzla Nur dağının ziyarətinə. Allah hər birinizə qismət eləsin. Bura ən önəmli, İslamın ən əhəmiyyətli olan yerlərindən biridir, Həbibi. Açın, sağ ol. İslamın ən əhəmiyyətli olan yerlərindən biridir. Bura Nur dağıdır. Nur dağı haradır? İslamın Kur'an ayəsinin ilk nazil olan ayəsi. Həmən o mağarada Hz. Peyğəmbərə nazil olub. Hz. Peyğəmbər daxil olur həmən dağa Allahın hökmü ilə. Hz. Cəbrail əleyhissalam nazil olur. Ya Resulallah oxu. İqra bismi rabbikellezî xalaq. Oxu, səni xəlq eləyən Allahın adı ilə oxu. Dedi, ya Cəbrail, mən heç də bilmirəm. Mən heç də oxumamışam. Nə oxuyayım? Dedi, oxu Allahın o adı ilə. Səni xəlq eləyən Ələq surəsində ilk nazil olan ayə, ilk nazil olan surə. Həmən o mağaradadır ki, görürsünüz oranı, Kənam. Baba. O dağın yüksəkliyi. Görürsünüz, insanlar da çıxırlar. Ağ paltarları görürsünüz. Baba bu. O aşağıdan insanlar onun zirvəsindən icazə verin, qutarım. Ondan sonra onunla barədə danışarıq ki, demişdim. Həmən o zirvəyə çıxırlar. Orada bir balaca bir dənə qayalıq yerdə, çox təhlükəli bir yerdir. Qayalıq bir balaca bir mağaradır. 80 santının birə, belə. Balaca bir yerdir. Bir nəfər orada güclə namaz qılır. Hz. Peyğəmbər 40 gün o mağarada qalıb. 40 gün o mağarada ibadət edib. Allah ona vəhy nazil edib. Və 40 gün ərzində Hz. Xədicə salamullah aleyha, Peyğəmbərimizin həyat yoldaşı, xanım Fatimə Zəhranın anası, Hz. Xədicə salamullah aleyha 40 gün hər səhər çıxıb o dağa yemək yaparıb, hər axşam çıxıb o dağa yemək yaparıb. 40 gün Hz. Xədicə Peyğəmbərə xidmət edib. Diqqət edirsən. 40 gün Hz. Xədicə, görüm indi hansı həyat yoldaşı o zirvəyə çıxar, deyərək ki, lift gətir, maşın gətir, Prado gətir, cip gətir, əşi gətir. Market, araz market doludur. Gəl yerə bir dəfəmli ilə çıxaq qoyun, 40 gün